Dəyərli qonaqlar, üzrxahlığımızı qəbul edin, bir qədər gec başlayırıq. Yollardakı trafik də müəyyən qədər bizim gec başlamağımıza səbəb olubdur. Bugünkü tədbirimizdə çox spektrli qonaqlarımız iştirak edir. Milli Azadlıq Hərəkatının fəalları, bizim qazilərimiz, o zamanki batalyon komandirlərimiz, dəyərli millət vəkillərimiz, bizim Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin məsul işçiləri, millət vəkillərimiz, siyasi partiya rəhbərləri, dəyərli media nümayəndələrimiz, dostlar, qonaqlar, hər birinizi bir daha salamlayıram. Xoş gəlmisiniz və bir daha təşəkkür edirəm ki, dəvətimizi qəbul edərək bugünkü tədbirimizdə iştirak edirsiniz. Bugünkü tədbirdə təbii ki, ürək sözləri deyiləcək və ürək sözlərinə keçməzdən əvvəl, tədbiri açıq elan eləməzdən əvvəl Azərbaycanın azadlığı, istiqlaliyyəti, müstəqilliyi, suverenliyi uğrunda canından, qanından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyimizi xahiş edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən tədbiri açıq elan etməmişdən əvvəl bir haşiyə çıxmaq istəyirəm. Sabah aprelin 2-sində Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, hazırda fəxri lideri, Milli Azadlıq Hərəkatında misilsiz xidmətləri olmuş, Azərbaycanın müstəqilliyi uğrunda savaşda öndə gedən hörmətli, dəyərli Etibar bəyin 70 yaşı tamam olur və bu münasibətlə Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı, Etibar bəyin hələ ki 1988-ci ildən 95-ci ilə qədər olan siyasi fəaliyyət dövrü ilə əlaqədar 2 cildlik kitab ərsəyə gətiribdir və bu kitab sizlərə də paylanılacaq. Gedəndə xahiş edirik ki, kitablardan da götürəsiniz, yaxından tanış olarsınız və mən ilkin olaraq sözü müəllifə, Tarix elmləri doktoru professor Məhərrəm Zülfüqarlıya vermək istəyirəm. Buyurun Məhərrəm.
Hörmətli qonaqlar, hörmətli istiqlalçılar, bugün mən biraz qısa danışacağım, çünki hörmətli qonaqlarımız çoxdur. Amma deyiləsi sözlər də çoxdur. Yəni, bu 2 cildlik kitab Etibar Məmmədovun 72-ci ildən 95-ci ilə qədər ki, siyasi fəaliyyətini əks etdirir. Bilirsiniz ki, Etibar Məmmədovun həm də biz tələbə yoldaşı olmuşuq. Yəni, Bakı Dövlət Universitetinin Tarix Fakültəsində 72-ci ildən Etibar bəyin fəaliyyətinin canlı şahidləriyik. Burada digər tələbə yoldaşlarımız da var. Yəni, birincisi, 72-ci ildən Tarix Fakültəsində tələbə hərəkatı deməli başlamışdı və bunun da o zaman gənc lideri Etibar Məmmədov idi və rəhmətli Elçibəy bizim müəllimimiz olmuşdu və 75-ci ilin dekabrında Etibar bəyin rəhbərliyi ilə Divar qəzeti çıxdı, Odlar Yurdu qəzeti və Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi haqqında da məqaləni Etibar Məmmədov yazmışdı. Qəzet cəmi 15 dəqiqə divarda qaldı. Sonra bütün biz o vaxt indiki İqtisad Universitetinin bir korpusunda Tarix Fakültəsi yerləşirdi. Rektorluq isə Yasamaldakı binada idi. Və biz tənəffüsə çıxanda bütün rəhbərlik orada idi. Yəni, çox çək-çevirə saldılar. Deməli, 3 nəfər məqalə yazan tələbə yoldaşlarımızı universitetdən xaric eləməklə hədələdilər. Sonradan dedilər ki, bu tələbə işi deyil, müəllim işidir və deməli, 75-ci ildə yanvar ayında Əbülfəz Elçibəyi həbs elədilər. Və həmən dövrdə biz Etibar bəylə bilavasitə əlaqə saxlayırdıq, öz müəllimimiz haqqında məlumatı birbaşa Etibar bəydən alırdıq. Bu hərəkatdan sonra Etibar bəy tək birbaşa kommunist rejiminə qarşı mübarizə apardı. Nədə? Bilirsiniz ki, o zaman yeganə universitet tarix, deməli, Bakı Dövlət Universiteti, o zaman Azərbaycan Dövlət Universiteti adlar. Biz 5 il oxuyurduq, Pedaqoji Universitet isə 4 il oxuyurdu. Amma ona baxmayaraq, hamımızı təyinatla orta məktəbə müəllim göndərirdilər. Etibar bəyin tək mübarizəsi bilavasitə buna qarşı idi. Və Mərkəzi Komitəyə məktublar yazırdı, şikayət ərizəsi ki, dövlət bizi 1 il artıq oxutdurub, bizim diploma tarixçi, tarix və ictimaiyyət müəllimi yazırlar. Pedaqoji Universiteti isə orta məktəbdə tarix. Yəni, Etibar bəyin bu mübarizəsində çoxları deyirdilər ki, nəticə olmayacaq, amma nəticə oldu. Tək başına mübarizə apardı, qalib gəldi və Bakı Dövlət Universitetinə müəllim deməli, fəaliyyətinə başladı. Lakin bu dövr çox çəkmədi. Bilirsiniz ki, 88-ci ildə Milli Azadlıq Hərəkatı başlayan gündən Etibar və bunun liderlərindən birinə çevrildi. Mən o zaman Sumqayıt Neft Kimya İnstitutunun filialında dərs deyirdim. Sumqayıt hadisəsini ilk dəfə mən Etibar bəyə xəbər verəndə dedi ki, təmkinli olun, bu təxribatdır və bu təxribata qarşı xalqımız birgə fəaliyyət göstərməlidir. Yəni, Sumqayıt hadisəsi, sonra isə meydan hərəkatı Etibar bəyin istiqlal uğrunda fəaliyyətinin ilk dövrü idi. Və ilk dəfə həbs olundu, deməli 7 noyabr, bilirsiniz ki, Milli Dirçəliş günü hərəkatı başladı, dekabrın 5-nə qədər və o zaman hərəkat yüksələn xətt üzrə getdiyinə görə Etibar bəyi cərimə eləyib buraxdılar. Deməli, hökmdə də yazırdı ki, Etibar Məmmədov mitingdə deməli, mikrofon üçün mübahisə eləyib və s. Yəni, o dövr Etibar bəyin belə bir fikri var idi ki, hərəkat yüksələn xətt üzrə gedir, lakin çox təəssüf ki, bunu idarə edən təşkilat yoxdur, kör-təbii xarakter daşıyır. Və 89-cu ilin yanvarından başlayaraq Xalq Cəbhəsinin yaranma prosesi getdi və o zaman Etibar bəy Moskvada birbaşa
deməli, nisbətən demokrat hərəkat inkişaf edirdi, onlarla əlaqəsi var idi və Moskvada müsahibə verdi ki, artıq Azərbaycan Xalq Cəbhəsi yaranır və Etibar bəy ilk idarə heyətinin üzvü oldu. Deməli, 89-cu il iyulun 16-sında keçirilən təsis konferansında. Və bundan sonra təşkilat yüksələn xətt üzrə getdi. Etibar bəyin liderlik bilavasitə yüksəlişi 89-cu ilin mitinqlərində oldu və tətil hərəkatı. Yəni, tətil hərəkatının şəriksiz lideri Etibar bəy idi. Və o zaman SSR-ni iflic eləyən əsas məsələ dəmir yolunun dayanması və sənaye müəssisələrinin işi dayandırılması idi. Və bu da gətirdi, Komünist Partiyasını məcbur elədi ki, Xalq Cəbhəsi ilə danışığa gəlsin. Və bir paralel aparmaq istəyirəm. O zaman Polşada da Komünist Partiyası həmrəylik təşkilatı ilə danışığa getmişdi, Azərbaycanda da Komünist Partiyası Xalq Cəbhəsini. Deməli, Polşadakı demokratik hərəkat Azərbaycanla eyni səviyyədə. Yəni, Azərbaycanda sadəcə olaraq qərb ölkələri Azərbaycana dəstək vermədiyinə görə biz qanlı yanvar faciəsindən keçib istiqlalımızı əldə etdik. Amma Polşaya qərb ölkələri dəstək verdiyinə görə Polşa qansız qadasız müstəqilliyi qazandı. Və 89-cu ilin sentyabr ayında Etibar bəyin Milli Məclisdə, daha doğrusu Ali Sovetin sesiyasında hamıya tanış olan bir deməli çıxışı oldu Vəzirovun vaxtında. İndi bilirsiniz ki, bu il Konstitusiya və istiqlal ilə elan olunub, suverenlik ilə elan olunub. Yadda saxlamaq lazımdır ki, bu il Konstitusiya suverenliyinin əsası məhz 89-cu ildə Etibar bəyin çıxışı ilə kommunist rəhbərliyin geri çəkilməsi və SSR daxilində ilk dəfə olaraq Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanununun qəbul olunması ilə başladı. Özdə o zaman, indi istənilən ona artıq baxa bilərlər, Etibar bəyin çıxışına kommunist deputatlar 2 dəfə sürəkli alqışlarla cavab verdilər. Özü elə fikirlər idi ki, onu alqışlar eləməmək mümkün deyildi. Birini deyim sizə. Yəni, Etibar bəy orada dedi ki, biz Xalq Cəbhəsi olaraq Ermənistana bütün iqtisadi əlaqələri kəsmişik, dəmir yolu əlaqələri də kəsilib. Nə vaxt Ermənistan gəlib Azərbaycandan üzr istəyərsə, onda biz bu məsələyə yenidən baxa bilərik. Kommunist deputatların da ürəyindən olduğuna görə buna... Mən 2 faktı deyib, bununla da qutarmaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycan tarixinin indiki dövrdə də tam saxtakarlıqdan xilas olmayıb. Yəni, 4 qətnamə barədə sizə məlumat verin. Bilirsiniz ki, Azərbaycan işğal olunmuş əraziləri haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olub. Və indiyənə qədər əksəriyyət, qəzetlərdə də çıxan məqalələrdə, televiziya tamaşalarında deyiblər ki, Ermənistan işğalçı dövlət kimi bu qətnamələrdə tanınıb, amma onlar deməli, Azərbaycan torpaqlarını azad eləmədiklərinə görə dünya susur. Amma Etibar bəy 93-cü ildə həmən qətnamələri tənqid eləmişdi ki, orada Ermənistan işğalçı dövlət kimi göstərilməyib. İşğalçı Qarabağ erməniləri göstərilirdi. Və bizə deməli 93-cü ildən 44 günlük müharibəyə qədər verilən məlumat tamamilə saxta idi. Sonra Bişkek protokolu. Bişkek, bu kitabda biz onu qeyd edelim. Bişkek protokolunda Azərbaycan tarixinin 7-ci cildində yazılır ki, deməli, Azərbaycan Qarabağ icması da oraya imza atıb, Ermənistan erməni icması da. Amma sənədə baxırsan, orada Azərbaycan Qarabağ icmasının imzası yoxdur. Və həmən Bişkek protokolu Azərbaycana qarşı çevrilmiş böyük təxribat idi. Bu kitabda biz onların hamısını faktlarla qeyd eləmişik. Yəni, biraz vaxt darlığına görə üzr istəyirəm. Gələcəkdə mənə belə gəlir ki, bu kitabların ardı çıxacaq və inşallah bir yerdə bunları qeyd edirik. Mən də bir tələbə yoldaşı kimi, dost kimi Etibar bəyin 70 illik jubileyini ürəkdən təbrik edirəm.
Etibar bəyin çoxlu ideyaları var. Onların bir hissəsi artıq həyata keçib, kitabda onlar qeyd olunub. Və həyata keçirilməyə ideyalarda Etibar bəyə can sağlıq arzulayaq ki, biz də dəstək verməklə o ideyalar həyata keçirdin. Sağ olun. Təşəkkür edirəm Məhrəm müəllim. Məhrəm müəllim təbii ki, ürəyi doludur. Hələ 2 kitabda bu məsələlərin böyük əksəriyyətini əks etdiribdir, amma hələ davamı da yazılacaq və ümumiyyətcə bizim ən yeni tariximiz daha dərindən tədqiq edilməlidir və bütövlükdə Azərbaycanın müstəqilliyin əldə olunmasında, suverenliyin bərpa olunmasında xidməti olan hər kəsin əməyi öz əksini tapmalıdır bizim tarix kitablarımızda da. Və şükürlər olsun ki, Məhrəm müəllim dedi, ideyaların böyük əksəriyyəti artıq həyata keçibdir. Bu il Azərbaycan Prezidentinin sərəncamı ilə suverenlik və konstitusiya ili elan olunubdur. Yeri gəlmişkən deyim ki, 95-ci il Konstitusiya Komissiyasının üzvü olub, həm də Etibar bəy o zaman Konstitusiya Komissiyasının üzvü olaraq konstitusiyanın işlərinin hazırlanmasında da fəaliyyət göstəribdir və suverenliyimizin əldə olunmasında, ərazi bütövlüyümüzün əldə olunmasında biz şəhidlərimizi yad etdik. Eyni zamanda qazilərimiz, burada da iştirak edən qazilərimiz var. Onların böyük xidməti var və bütövlükdə Azərbaycanın bugünkü durumuna gəlib çatmasında əməyi olan hər kəs, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ali Başkomandan olaraq başda olmaqla hər kəsin böyük xidmətləri var təbii ki və bu xidmətlər tarix kitablarında, dərsliklərdə öz əksini tapmalıdır. Biz qəhrəmanlarımızı tanımalıyıq. Bugün bəlkə də Azərbaycanın müstəqilliyi ilə bağlı söz demək çox asandır, amma SSR dönəmində bu məsələləri gündəmə gətirmək, insanların beyninə, şuuruna təsir etmək və bütövlükdə bunu hərəkata çevirmək olduqca çətin və çox böyük qəhrəmanlıq tələb edən addımlar idi ki, bunlar edilibdir və o insanlar heç vaxt kənarda qalmamalıdırlar, onlar unudulmamalıdırlar, onların təkcə özlərinə görə deyil, gələcək nəsillər də örnək götürərək, gələcəkdə də bu addımların atılmasına təşviq olunmalıdırlar. Mən növbəti sözü Azərbaycan Milli İstiqlal Partiyası Ali Məclisinin sədri Rəşad bəyə vermək istəyirəm. Təşəkkür edirəm. Bugün təqdimatına yığışdığımız İstiqlal Yolu kitabı təkcə Etibar bəyin keçdiyi yola nəzər salmaq baxımından deyil, həm də Azərbaycanın müasir siyasi tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, 80-ci illərin sonundan başlayan Milli Azadlıq Hərəkatı, ondan sonraki dövrdə baş verən hadisələr, istəyir tətil hərəkatı olsun, istəyir Azərbaycanın dövlət müstəqilliyinin tanınması ilə bağlı fəaliyyət olsun, istəyir 20 yanvar hadisələri və ondan sonra informasiya blokadasının yaranması üçün həyata keçirilən fəaliyyət olsun, istəyir ölkədə partiyalaşma ənənəsinin qoyulması ilə bağlı, ilk partiyanın yaranması ilə bağlı fəaliyyət olsun. Yəni geniş spektri özündə əhatə edən İstiqlal Yolu kitabı bir sıra faktlarla zəngindir və belə deyərdim ki, bu kitab təkcə geniş kütlə üçün indiyə qədər məlum olmayan faktlarla yanaşı, eyni zamanda uzun illərdir ki, siyasi prosesləri izləyən bir çoxları üçün də özündə yeni faktları etiva eləyir. Təbii ki, Məhrəm müəllimə ilk növbədə təşəkkürümü bildirirəm və eləcə də bu kitabın yazılmasında əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm. Kitabda kimlər ki, artıq tanış olublar, yəqin görüblər, digərləri də çıxanda kitabı ötürəcəklər. 1400-ə yaxın ədəbiyyat, ayrı-ayrı arxiv sənədləri, ayrı-ayrı şəxslərin açıqlamaları və s.dən ibarət, yəni 1400 mənbəyə istinad olunaraq çox geniş və əhatəli kompleksli bir kitab hazırlanıbdır. Məhrəm bəy geniş danışdı, mən də kitab haqqında elə də uzun-uzadı danışmaq fikrində deyiləm, amma kitabda qeyd olunan bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. Çünki çox təəssüflər olsun ki, indiyə qədər həmin dövrü, yəni 70-ci illərin sonu, eləcə də ondan sonraki dövr, yəni Milli Azadlıq Hərəkatı və sonraki dövrlə bağlı ümumiyyətlə araşdırma materialı kifayət qədər az olubdur və olanların içərisində də
bir sıra hallarda hadisələrin təhrif olunması və yaxud da bilərəkdən və ya bilməyərəkdən bu və ya digər məqamın üstündən belə sükutla keçilməsi müşahidə olunub. Məsələn, müəlliflərdən biri Azərbaycan Xalq Cəbhəsinin yaradılması haqqında geniş araşdırma təqdim eləyir, amma niyəsə həmin Xalq Cəbhəsinin ilk idarə heyəti üzvlərinin siyahısını sadalayanda Etibar Məmmədovun adını həmin siyahıda göstərmir. Digəri, ölkədə Sovet İmperiyasının B sütununun qırılmasına böyük xidmətlər göstərmiş Tətil Komitəsinin fəaliyyəti ilə bağlı araşdırmalar təqdim eləyir, amma niyəsə Tətil Komitəsinə rəhbərliyin Etibar Məmmədov tərəfindən həyata keçirildiyinə dair hər hansı bir necə deyərlər, məsələ o araşdırmalarda öz əksini tapmır. Və yaxud da hər birimiz istəyir çıxışlarda, istəyir media qurumlarında jurnalistlərimiz dəfələrlə Azərbaycanın Türkiyə tərəfindən tanınması, Pakistan tərəfindən tanınması ilə bağlı geniş silsilə yazılarla çıxış etmişik. Amma çox təəssüf ki, əksər hallarda həmin fəaliyyətə rəhbərlik eləyən, yəni parlamentin nümayəndə heyətinə rəhbərlik eləyən həm Türkiyə səfər zamanı, həm Pakistana səfər zamanı rəhbərlik eləyən şəxsin Etibar Məmmədov olması ilə bağlı təəssüf ki, üstündən sükutla keçilib bu məsələlərin. Və o baxımdan qeyd edirəm ki, bu kitabda bütün bunlar çox əhatəli şəkildə, çox belə deyək, ayrı-ayrı sənədlərə istinad olunmaqla çox geniş şəkildə göstərilib və təbii ki, oxuduqca yeni-yeni müzakirələrin ortaya çıxacağı da şübhəsizdir. Bir neçə faktlar var ki, indiyə qədər çox təəssüf ki, geniş, belə deyək, araşdırma aparılmayıb olan istiqamətində və çox geniş şəkildə təqdim olunmayıb. Mən bir neçə məqama diqqət yetirmək istəyirəm. Misal üçün, hətta partiyadaşlarımızın içərisində belə çox az adam bilir ki, Etibar Məmmədovun ilk dəfə saxlanılması, yəni həbsə alınması 1988-ci ildə baş verib. Yəni mitinglər başlayan ilk günü baş verib. Həmin vaxt indiki Səbahi rayonunun polis idarəsinə aparılanda məhkəmənin qərarı var. Həmin qərar da kitabda əks olunubdur. Uzun sürən mübahisələrdən sonra Etibar Məmmədova mitingdə iştirakına görə, tribunada çıxış etmək üçün mikrofon tələb etdiyinə görə, polisin, belə deyək, tələblərinə əhəmiyyət vermədiyinə görə saxlanılması və cərimə olunması haqqında məsələ qeyd olunur. Daha sonra başqa bir faktı qeyd edeyim. Misal üçün, Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin siyasi büro üzvü Demiçevin Bakıya səfəri çərçivəsində Etibar bəyin artıq universitetdə müəllim olaraq Demiçevlə də görüşü keçirilir və orada ermənilərin ərazilərimizi, toponimlərimizi necə erməniləşdirməsi ilə bağlı, erməni saxtakarlığı ilə bağlı, 200-dən artıq Azərbaycan toponiminin erməni adları ilə adlandırılması ilə bağlı çox geniş, ətraflı şəkildə bir çıxışı olur. Və nəticə etibarilə o zaman Əlfəz Elçi bəyin xatirələrində də qeyd olunduğu kimi qeyd edir Əlfəz bəy ki, Etibar bəy bunları Demiçevə deyəndə bir çoxları qorxurdular ki, Etibar Məmmədov ya həbs olunacaq, ya da ən azı müəllim kimi onun fəaliyyətinə xitam veriləcək və universitetdən kənarlaşdırılacaq. Yəni, bu kimi hallar kifayət qədərdir. Mən təbii ki, digər çıxışçılara da vaxt qalsın deyənə və dəyərli qonaqları da yormamaq adına bunların hamısını qeyd eləmək istəmirəm. Amma bir məsələni qeyd eləməyə özümə borc bilirəm. Çünki davamlı şəkildə orada tarixi, necə deyərlər, o xronika fırlanır və orada bizim idmançımız da görsənir və belə suallar yaranır ki, onun bu filmə artıq bir neçə nəfər mənə dedi, nə dəxli var? Məsələ burasındadır ki, Etibar bəy təkcə bir sahədə deyil, eyni zamanda uzun müddət Güləş Federasiyasının prezidenti olaraq da fəaliyyət göstərib və Azərbaycanın ilk olimpiya çempionu da güləş üzrə məhz Etibar bəyin Güləş Federasiyasına prezidentliyi dövründə əldə olunubdur. Bu cür yenə deyirəm, faktlar çoxdur. Mən vaxtınızı almaq istəmirəm. Hər birinizə təşəkkürümü bildirirəm. Məhrəm bəy sizə bir daha təşəkkürümü bildirirəm və fürsətdən istifadə edib Etibar bəyi də təbrik edirəm. Uzun, sağlam ömür arzulayıram. Var olun, çox sağ olun. Təşəkkür edirəm Rəşad bəy. Partiyada bir yaxşı iş həm də odur ki, bizim
Milli İstiqlal Partiyasının çox böyük foto, video arxivi var və sənədlərlə işləmək üçün kifayət qədər geniş materialımız qorunub saxlanılıbdır və bu materiallardan da zaman-zaman hər kəs istifadə edə bilər təbii ki və indi ekranlarda gördüyünüz də bir kiçik filmdir. Biz vaxtı çox aparmamaq üçün digər filmlər də vardı. Elə Etibar bəy özü də bir qədər təvəzzökarlıq elədi və onu ancaq səssiz formada veririk və orada bir çox məsələlər öz əksini tapıbdır. Mən eyni zamanda deyim ki, Milli İstiqlal Partiyası çox geniş spektrli beynəlxalq əlaqələrə malikdir, bilirsiniz. Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür, uzun müddətdir və o kontekstdə dünyanın bir çox aparıcı ölkələrinin hal-hazırda hakimiyyətdə olan siyasi təşkilatları ilə əməkdaşlıq formatımız var və bugün Etibar bəyin yubileyi münasibəti ilə onların bir çoxundan təbriklər gəlibdir. Mən 2 dəqiqə vaxtınızı alacağım və Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə əlaqələr sədr müavini Eşən Mustafayevi dəvət edirəm. Buyur, Eşən. Bir daha hamını xoş gördük. Yəni bu istiqamətdə qısa bir neçə təbrik oxumaq istəyirəm. İlk növbədə deyim ki, Milli İstiqlal Partiyası 90-cı illərin sonlarından Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür. Hansı ki 80-dən artıq dünyanın sağ mərkəz partiyalarını özündə birləşdirən çox nüfuzlu bir təşkilatdır. Və Etibar Məmmədov da 17 ilə yaxın bu təşkilatın sədr müavini vəzifəsini daşıyıb. 70 illik Etibar bəyin yubileyi münasibətindən bir çox siyasi partiyalar Etibar Məmmədova öz təbriklərini göndəriblər. Yəni, mən onların hamısını oxumayacağım, qısaca deyə bilərəm. Almaniyanın Xristian Demokrat İttifaqı, Böyük Britaniyanın Konservativlər Partiyası, İspaniyanın Xalq Partiyası, İsveç Moderat Partiyası, Gürcüstan Milli Birliyi Hərəkatı, Avstraliyanın Liberal Partiyası, ABŞ-ın Respublikaçılar Partiyası, Mərakeşin İstiqlal Partiyası, İsrailin Likud Partiyası, Kanada Mühafizəkarlar Partiyası, Finlandiya Milli Koalisiya Partiyası. Bunların hər birinin təbriklərini mən burada bir-bir oxumaq istəmirəm, amma ikisini diqqətinizə çatdırmaq istəyərdim. Bunlardan biri Beynəlxalq Demokrat İttifaqının sədri, Kanadanın 22-ci baş naziri Stefan Harper'in göndərdiyi təbrik məktubudur. Əziz cənab Məmmədov, böyük məmnuniyyət hissi ilə sizi 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Beynəlxalq Demokrat İttifaqı adından sizə həyat boyu Azərbaycan xalqına göstərdiyiniz fədakarlıq, liderlik və demokratiya quruluşunda xidmətləriniz üçün təşəkkür edirik. Sizin milli suverenlik, azadlıq və demokratiya prinsiplərinə əbədi sadiqliyiniz, idarəçiliyiniz və Azərbaycan siyasi məkanında silinməz iz buraxmışdır. AMİP-in qurucusu olaraq sizin liderliyiniz demokratik dəyərlərin inkişafında və xalqınızın istəklərinin irəlilənməsində mühüm rol oynamışdır. Sizə bu əlamətlər gündə can sağlığı, xoşbəxtlik və uzun illər arzu edirik. Sizin Azərbaycan xalqına fədakarlıq mirasınız və xidmətləriniz həm ölkənizdə, həm də onun hüdudlarından kənarda gələcək lider nəsilləri də ruhlandırsın. Stefan Harper, Beynəlxalq Demokrat İttifaqının sədri, Kanadanın 22-ci baş naziri. Digər bir məktub İsveçdən daxil olmuşdur. İsveç Moderat Partiyasının liderindən. Cənab Etibar Məmmədov, sizi 70 illik yubileyiniz münasibəti ilə ürəkdən gələn sözlərimi qəbul etməyinizi xahiş edirəm. Biz sizi Sovetlər zamanından Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, bu yolda həbs olunan, amma yolunuzdan dönməyən bir lider kimi tanımışıq. Azərbaycanın müstəqilliyi əldə olunandan sonra ölkənizdə siyasi partiya quruculuğunun önündə gedən bir lider olaraq sağ mərkəz partiyası olan Milli İstiqlal Partiyasının təsis edib, uzun illər onun sədri və sonraki dönəmlərdə lider olmuşsunuz. 1990-cı illərin sonlarından liderlik etdiyiniz partiya dünyada 80-dən artıq sağ mərkəz partiyalarının ətrafında birləşdirən Beynəlxalq Demokrat İttifaqında təmsil olunmaqla Azərbaycanda sağ mərkəzli ideyaları uğrunda mübarizə aparmışdır. Mənim liderlik etdiyim İsveç Moderat Partiyası ilə 2003-cü ildən başlayan iki tərəfli müttəfiqliyimiz sizin vaxtı ilə qurduğunuz möhkəm təməllər üzərində bugünə qədər uğurla davam edir və inanıram ki, bu daha da inkişaf edəcək. Cənab Məmmədov, sizi 70 illik yubiley münasibəti ilə Moderat Partiyası rəhbərliyi adına təbrik edirəm və Azərbaycanın ictimai siyasi həyatında uğurlar arzulayıram. Hörmətlə Ulf Kristersson, Moderat Partiyasının lideri, İsveçin baş naziri. Təşəkkür edirəm. Eşən bəy, təşəkkür edirik. Mən növbəti sözü bizim Milli
hərəkatın liderlərindən biri. Kitablarını, şeirlərini, yazılarını oxuyaraq tələbə vaxtından hərəkata gəlməyimizdə böyük rol oynamış, hörmətli, dəyərli Sabir bəy Rüstəmxanlıya vermək istəyirəm. Buyurun Sabir bəy. Əziz dostlar, çox hörmətli xanımlar və bəylər, kitab öz-özlüyündə bir bayramdır və hər hansı kitab artıq millətin fikir xəzinəsinə daxil olduğuna görə onun öz-özlüyündə onun işığına bu cür yığışmaq lazımdır və o kitabın gəlişini bayram eləmək lazımdır. Amma burada kitab konkret bir şəxsə, bizim köhnə dostumuz, Azərbaycan Xalq Hərəkatında xüsusi yeri olan və istiqlalımızın, müstəqilliyimizin qazanmasında ciddi rol oynamış bir dostumuza Etibar Məmmədov həsr olunub. Burada artıq mən bu kürsüyə çıxandan sonra, bura gələndən sonra artıq Məhrəm Zülfiqarlını ancaq təbrik qalır. Mən Etibar haqqında sözümü kitabdan yox, keçdiyimiz yoldan, o yola əsaslanıb danışacağım. Kitabı vərəqləmişəm, baxmışam, orada dəyərli, şübhəsiz məlumatlar var. Amma təbii ki, Etibarı mənim tanıdığım qədər o kitab tanıda bilməz. Yəni, o kitabın verdiyi məlumatlar mənim üçün o qədər də deyək ki, yetərli deyil. İnciməz Məhrəm bəy bundan. Etibar bəy mən 88-ci ildə o 18 gün sürən mitinglərdən xatırlayıram. Ondan əvvəl təbii ki, kitabdan da görünür onun keçdiyi bir yol var. Həmin günlərdə o hərəkat haqqında, hərəkatda iştirak eləməkdən əlavə həm də hərəkat haqqında məlumatları beynəlxalq media qruplarına, xarici ölkə radio və televiziyalarını ötürürdü. Bu özü böyük bir işidir. O vaxtdan biz tanış olmuşuq, uzun bir yol keçmişik bərabər. Milli İstiqlal Partiyasının yaranması da yadımdadır və bizim Milli Məclisdə bərabər fəaliyyətimiz. Bugün bu kadrlara baxıram və deyək ki, danışırıq burada çox sakitcə, müstəqilliyə gələn yolumuz, filan məclisdə belə çıxış oldu, nə bilim, Moskvadan gələn qonaqlar yox, cəlladlarla bu cür görüşlər keçirildi və s. Çox sakit danışırıq, rahatıq. Artıq müstəqillikdən uzun vaxt keçib müstəqilliyin qazanmasına sonra. Amma o günlərin hadisəsi olan adamların hər biri üçün bu ürək sızıldadan, adamın gözündən yaş çıxaran bir tarixdir. O günlərin hər biri necə yaşamışıq, bunların hamısı qeyri-adi hadisələrdir. O mitinglərə gedəndə oradan geri dönməyə ümidin yox idi. O adamların içindən səni orada yol verməsələr keçə bilməzdin. Oradan düşəndə çiyinlərində qaldırıb xalq səni oradan indirirdi. Bütün bunlar hamısı yaşanmış tarixdir və Etibar Məmmədov xoşbəxtdir ki, bunların hamısının həm iştirakçısı olub, həm də o millətə, o meydana başçılıq edən insanlardan biri olub. Və sonra bizim Milli Məclisdəki fəaliyyətimiz birgə, mənim paradoksal şeylər var idi. O da çox qəribədir. Burada o şəkili göstərdilər. Müstəqilliyin nəhayət qəbul olunduğu gün. Mən sonra yazmışdım ki, mənə elə gəlir ki, mənim bütün ömrüm o müstəqillik gününün elan olunmasına qədər gələn, ora qədər yolmuş və mən ora doğru gəlmişəm. Başqa heç bir şey yaşanmayıb. Ona görə həmin gün yadımdadır və elan olundu, salon dağılır. Nəhayət o müstəqilliyi qəbul eləməyən mart ayında 43 nəfər imza atıb o, deyək ki, referenduma getməmək sənədinə. Amma birdən-birə oktyabr ayında bütün salon, artıq köhnə kommunistlər, Moskva tərəfdarları hamısı məcburdur, xalq çöldə yığılıb, tələb eləyir bu sənəd qəbul olmalıdır və birdən bayraq gəlir. Bayraq gəlir və hamısı qalxır. O bayrağı cırıb ayağının altına atanlar, o bayraqla ayaqqabılarını silənlər, o bayrağı lağ eləyənlər, bizə lağ eləyənlər, xalqı alçaldanlar birdən hamısı ayağa qalxır. Ayağa qalxır, baş əyir o bayrağın önündə. Deməli, onda və o paradoksal odur ki, bayrağı meydana Milli İstiqlal deyən, o meydandan gələn, xalqın içindən çıxmış adamların biri gətirmir. Ona da bizə gözdağı üçün onu bir milli, o vaxtki KGB nümayəndəsi gətirir. KGB
rayonların birinin KGB sədri əlində bayraq gəlir, taxır ora. Amma cəhənnəm, kim gətirir bayraq ucadı onsuz da. Etibar bu yolların içindən keçib, Müstəqil Azərbaycan deputat qrupunun sədrlərindən biri olub. Sonra Milli İstiqlal Partiyasını yaradıb Azərbaycanda ən ciddi təşkilatlanmış partiyalardan biridir. Azərbaycanın səsini beynəlxalq aləmdə tanıtmaqda çox ciddi rol oynayıb. Şübhəsiz fikir ayrılıqlarımız olub. Şübhəsiz Xalq Cəbhəsinin yaranması, sonra onun fəaliyyətində fikir ayrılıqları qaçılmazdır. Amma fikir ayrılıqları bizi heç vaxt bir-birimizə qarşı, bir-birimizə yad eləməyib. Çünki mən onu deyim ki, Etibar siyasi həyatımızda ən axlaqlı adamlardan biri idi. Dostu ilə də, düşməni ilə də necə rəftar eləməyi və milli mədəniyyətimizi qorumağı bacaran bir adamdır. Bəziləri bunu bacarmırdı. Nə mətbuatında, nə çıxışlarında, nə də hərəkətlərində. Bu cəhətdən biz uzun illərin dostuyuq və çox sevinirəm ki, Etibar 70 yaşına bu cür belə enerji dolu, gənc gəlib, Milli İstiqlal Partiyası da fəaliyyətdədir. Mən ona can sağlığı arzulayıram, çox şeylər danışmaq olar. Can sağlığı arzulayıram və necə deyək ki, bu tarix yazılacaq. Bu tarixdə hər kəsin öz tarixi var, mənim öz tarixim var. Deyək ki, burada oturan o hərəkatdan gələn adamların hər birinin öz tarixi var. Məhərrəm Zülfiqarlı sağ olsun ki, Etibarın və milli istiqlalın tarixi ilə yanaşı həm də hərəkatın tarixinin bir hissəsini yazıb. Amma bunlar hamısı yazılmalıdır. Çünki gözümüzün qabağında keçmiş tarix bir yana, elə həmin 88-ci ildə üzübəri tarix də təhrif olunur. Tarixin üstünün buraxdığı kitablarda, akademik nəşrlərdə, dərsliklərdə o yaxın tarix, mətbuat tarixi, milli istiqlal tarixi, hərəkat tarixi çox yerdə təhrif olunur. Çünki həqiqəti hərə öz tərəfinə çəkmək istəyir. Çox təəssüf, bu da var. Ona görə yazılmalıdır bunlar. Məhərrəm Zülfiqarlıya eşq olsun ki, bu işi başlayıb, görüb, Milli İstiqlal deməli partiyasının tarixini və Etibar bəyin siyasi tərcümə halını yazır. Mən eyni zamanda Etibar bəyi bir daha təşəkkür edirəm. Mən onu 80 yaşında da, 90 yaşında da, daha sonraki Allah ömür versin, deyək ki, cümra və xalqın arasında, xalqın böyük ideallarına xidmət edən bir səviyyədə görmək istəyirəm. Sağ olun. Təşəkkürlər Sabir bəy. Mən çıxış eləmək istəyənlər çoxdur, ona görə xahiş eləyəcəm hər kim çataraq ki, bir qədər elə reglamentə riayət eləyək, bir qədər qısa edək çıxışlarımızı. Təbii ki, hər kəsin ürəyi doludur və belə ortamda da insan daha çox öz emosiyalarını ifadə etmək istəyir. Mən növbəti sözü Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdürü, araşdırmacı, alim Nazir Əhmədliyə vermək istəyirəm. Buyurun, Nazir bəy. Axşamınız xeyir, hörmətli bəylər, cənablar, məclis iştirakçıları. Sözsüz ki, bugünkü tədbirin mərkəzi fiquru hörmətli Etibar bəydir. Kitab təqdimatı öz yerində, amma mən əsas başlıca səbəb kimin Etibar bəyin bugün 70 yaşını qeyd eləmək istəyirəm. Əlbəttə, yubilyara can sağlığı arzulayıram birinci növbədə. Bundan sonraki işlərimdə uğurlar arzulayıram. 1988-ci ildən başlayan xalq hərəkatı, milli azadlıq hərəkatı ortaya yeni liderlər çıxartdı ki, onlardan biri də sözsüz ki, Etibar bəydir. 1988-ci il meydan hərəkatında biz hörmətli Sabir bəyi onsuz da yazıları ilə tanıyırdıq. Azərbaycanın oyanmasında gördüyü böyüşlərlə tanıyırdıq, amma o noyabr mitinqlərində Nemət Pənahlı üzə çıxdı, parladı işlərindən, o milli azadlıq hərəkatında gördüyü işlərlə üzə çıxdığı kimi. Amma 1989-cu ilin ikinci yarısından başlayaraq sözsüz ki, o hərəkatın şəksiz lideri Etibar bəy oldu. İndi gözümün qabağına gətirsəm, mən o hərəkatın sıra nəfəri olsam da bir şahidi olaraq gözümün qabağına gətirirəm ki, və bu 70 yaşından 37 yaşı çıxanda 88-ci ili baxıram, cəmi 33 yaşında olub Etibar bəy. Amma onun Etibar bəyin 89-cu ilin yayından başlayaraq o mitinqlərdəki çıxışları artıq bütün xalq kütlələrini cəlb eləmişdi. Onun ardıcılları meydana gəlmişdi.
Etibar bəy böyük bir siyasi liderə çevrilmişdi. Yəni təkcə o bir tarixçi alim kimi, qətiyyətli lider kimi çıxışlarından başqa həm də bu inqilabi hərəkatın xarakterini, xüsusiyyətini bilən bir lider olaraq həm də tətil hərəkatı ilə mərkəzi Sovet hakimiyyətinə güclü təzyiq üsulundan istifadə edərək Azərbaycanın haqq işini, həm Dağlıq Qarabağda baş vermiş ədalətsizliyi, torpaqlarımızın işğalına qarşı mübarizəyə xalqın qaldırılmasında, həm də ümumiyyətlə Azərbaycanın milli azadlıq hərəkatının dirçəlməsində çox böyük rol oynadı. Və 89-cu ilin sona çatandan sonra, 90-cı ilin əvvəllərindəki imperiya əskərlərinin başda tökdüyü qanundan sonra da Etibar bəy çox uzaq görən bir hərəkət elədi. İmperiyanın mərkəzinə getdi. Həbs olunacağını bilə-bilə, amma bütün dünya ictimaiyyətinin, dünya informasiya vasitələrinin gözünün qabağında həbs olunmasını istədi ki, bu artıq bütün dünyada əks-səda doğurdu. Bu özünün həbsi ilə də yəni bu milli azadlıq hərəkatının bir növ davamına, onun əhəmiyyətinə, dünya ictimaiyyətinin diqqətini çəkməsinə xeyli kömək eləmiş oldu. Etibar bəyin tarixi xidmətlərinin qeyd edərkən ilk növbədə yadıma gələn məqamlar istəyirsiniz ki, yazılı nitq şifahi nitqdən fərqlənir. Ona görə şifahi nitq ola bilər ki, bəziləri yaddan çıxsın, amma yadımda qalanları qeyd eləmək istəyirəm. Məsələn, onlardan ən böyük xidmətlərindən biri 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Ali Parlamenti, Ali Sovet tərəfindən qəbul olunan Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının müəllifi partiyanın o vaxtki Etibar bəyin silahdaşı, Milli Azadlıq Hərəkatının böyük xadimlərindən olan Fuad bəy Ağayevlə birgə müəllifliyi idi. O, yəni o Konstitusiya aktının layihəsinin müəllifliyi idi ki, sonra onu deməli Etibar bəyin öz iştirakı ilə də o Konstitusiya aktı qəbul olundu və Azərbaycanın müstəqilliyi 1991-ci ilin oktyabrın 18-dən bərpa olunmuş saya bilərik. Konstitusiya aktının qəbul olunmasından sonra Etibar bəyin müxtəlif ölkələrə, xarici ölkələrə, dost, qardaş ölkələrə səfərləri yadımdadır. Onlardan Türkiyə və Pakistan dövlətlərinə səfərinin də ən böyük nəticəsi olaraq, məsələn, mən bunu bir neçə dəfə televiziya çıxışlarımda da demişəm, yəni bunu gizlətməyə də ehtiyac yoxdur. O vaxt Azərbaycanda ov tüfənginin də yığıldığı bir vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün həddən artıq ehtiyacın duyulduğu, silah-sursata ehtiyacın duyulduğu bir vaxtda Etibar bəy Azərbaycanın tanıdılması üçün getdiyi Pakistan dövlətindən 4500 avtomat gətirmişdi. Bir təyyarə avtomat gətirmişdi ki, yəni mən hesab edirəm ki, ehtimal edirəm ki, Azərbaycanda heç o vaxtda o qədər silah ümumiyyətlə yox idi. Yəni, bu da Azərbaycan torpaqlarının müdafiəsi üçün Etibar bəyin göstərdiyi böyük tarixi xidmətdir. Sonra başqa bir xidmətini xatırlayıram. Azərbaycan Milli Məclisi Etibar bəyin silahdaşları ilə, Sabir bəy də burada iştirak edir, onun da öz iştirakı ilə çox çətinliklə Azərbaycan Respublikasının dövlət dili türk dilidir. Konstitusiya maddəsinin qəbul olunması oldu. Təvazökarlıqdan uzaq olsa da mən o vaxt jurnalist idim, Millət qəzetinin parlament müxbiri idim. Orada biz jurnalistlərin də xidməti oldu. Biz deputatlardan xahiş elədik ki, orada milli azıqlarla bərabər, çox az-nazır haldır ki, türklüyünə şübhə eləməliyimiz deputatlar da var ki, bu maddənin qəbul olunmasının əleyhinə səs verirdilər. Biz jurnalistlər xahiş elədik deputatlardan ki, ad-baad səs verilmə keçirilməsini təklif eləsinlər və onun nəticələrini kağızdan çıxarıb bizə versinlər. Belə də oldu və biz Millət qəzetində, başqa jurnalistlər öz qəzetlərində çap elədik ki, Azərbaycan türk dilinin qəbul olunmasının əleyhinə gedənlər, türklərin belə deyək ki, biraz da pafoslu şəkildə yazıqdır, türklərin düşməni bax bu deputatlardır. Ondan sonra bizim bu qınağımız öz nəticəsini verdi və deməli, həmin Konstitusiya qanunu qəbul olundu, Azərbaycan dövlətinin dili türk dili olduğu təsbit olundu, amma nə yazıqlar olsun ki, biz bunu davam elətdirə bilmədik, siyasi mülahizələr nəticəsindən bu dəyişdirildi. Məsələn, Etibar bəyin Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiya Komissiyasının üzvü olmağını da qeyd eləmək lazımdır.
Ümumiyyətlə, belə şeyləri çox sadalanmaq olar. Mən o vaxtı parlament müxbiri olaraq 92-ci ildən Azərbaycanın həyatında baş verən ən mühüm hadisələr parlamentdə baş verirdi və o parlament müxbiri olaraq bunların hamısını işıqlandırmışam və Milli Məclisdən Etüdlər adlı kitabımda da bu parlament yazılarımı çap eləmişəm. Orada xüsusi bir şey də qeyd edeyim. Bu yaxınlarda adını çəkmək istəmədiyim etik mülahizələrə görə keçmiş deputat və dövlət məmuru iddia edirdi ki, o vaxtı KGB arxivlərinin açılmasının güya tərəfdarı olub, amma açılmayıb, amma Milli Məclisdən Etüdlər kitabında bu hadisələr öz əksini tapıb. 1992-ci ilin oktyabrın 24-də müzakirə olunan iclasda ən kəskin o arxivlərin açılmasının tərəfdarı Etibar bəy çıxış edib və həmin o indi hər şeyi 180 dərəcə əksinə qələmə verən deputat, dövlət məmuru isə bunun əleyhinə çıxış edib. Bir sözlə Etibar bəyi Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli liderlərindən biri kimi professor, tələbə yoldaşı Məhərrəm Zülfüqarlının bu kitabı da tanımağa imkan verir. Əvvəlcə kitab çox böyük, ağır zəhmət bahasına başa gəlib. Müəllifə buradan təşəkkür edirəm. Gələcəkdə ümumiyyətlə Milli Azadlıq Hərəkatından yazanda bu kitab gələcək tədqiqatçılar üçün çox mühüm mənbə olacaq. Amma bu kitabda mən bir oxucu olaraq hiss edirəm ki, burada daha çox analizlərdən daha çox bir müntəxəbat xarakteri daşıyır. Məsələn, Etibar bəyin böyük çıxışları var, qanun layihələri var. Ümumiyyətlə, çox mühüm bir kitabdır ki, oradan gələcək tədqiqatçılar gelib arxivləri, qəzetlərin, paçivkalarını qurdalanmaqdansa Məhərrəm müəllimin kitabından istifadə edəcəklər, həmin o dediyim sənədlərlə tanış olacaqlar. Bir sözlə, mən Etibar bəyi bir daha ürəkdən təbrik edirəm 70 illiyi münasibəti ilə, can sağlığı arzu edirəm və kitabın müəllifi Professor Məhərrəm Zülfüqarlını da ürəkdən təbrik edirəm ki, uğurlu bir kitab yazıb. Mən inanıram ki, bundan sonra da belə kitablar yazılacaq və belə kitabların yazılmasında da Məhərrəm müəllimin bu kitabı ciddi bir rol oynayacaq. Xatirimdən çıxmamış bir şey də deyim, Məhərrəm müəllim də yeri gəlmişdən kitabında o məsələyə toxunmayıb. Etibar müəllimi bəyi mən həm də bir tarixçi, alim kimi qiymətləndirmək istəyirəm. Onun 1987-ci ildə müdafiə elədiyi Zaqafqaziya Alim Müsəlman Silki adlı gözəl bir fəlsəfə doktorluğu dissertasiyasını mən avtorefati ilə tanış oldum. Çox yüksək səviyyədə yazılmış bir əsərdir. Və bu əsəri yazmaq üçün o vaxtki SSR-nin demək olar ki, bütün şəhərlərində Etibar bəy olub, arxiv materiallarını üzə çıxardıb və gözəl bir dissertasiya yazıb. Bir sözlə, çıxışımın yekunu olaraq bir daha Etibar bəy ürəkdən təbrik edirəm, can sağlığı arzu edirəm və kitabın müəllifi Professor Məhərrəm Zülfüqarlını da təbrik edirəm və hər ikisinə uğurlar arzu edirəm. Təşəkkürlər Nazir bəy. Mən bir qədər gec başlamışdıq deyə, həm də bayaq da qeyd elədim. Əksəriyyət gərgin iş günündən sonra təşrif buyurubdur və mən belə bir qərarımız var ki, inşallah Etibar bəyə növbəti çıxış üçün sözü verək və ondan sonra bizim süfrələrimiz də artıq dolsun və sonraki Etibar bəydən sonra da biz bu ortamda çıxış etmək istəyənlərə təbii ki söz verəcəyik və növbəti sözdə biz verəcəyik Elxan Şahinoğlu'na. Etibar bəy, buyurun. Çox sağ olun, hamıya təşəkkür edirəm. Milli İstiqlal Partiyasının təşkil elədiyi bugünkü görüşün dəvətini alıb və dəvətə cavab olaraq burada iştirak etdiyinizə görə bu məni çox sevindirir və çünki burada iştirak edənlərin içərisində həm köhnə hərəkat yoldaşlarımı görürəm, köhnə bizim əsgərlərimizi görürəm, bizim alimlərimizi görürəm, bizim siyasətçiləri görürəm və keçmiş dediyim kimi köhnə dostlardan əlavə yeni gənc nəslin nümayəndələrini də görürəm. Bizim siyasətçilərin içərisində, alimlərin içərisində, ictimai xadimlərin içərisində
və hamıya xoş gəldin deyirəm və mənə ünvanlanmış təbriklərə görə də təşəkkürümü bildirirəm və bugünkü təqdimat mərasimi mənim tələbəlik dostum Məhərrəm Zülfüqarının kitabı ilə bağlıdır. Mən belə hesab edirəm ki, bu Azərbaycanın tarixşünaslığında bir yenilikdir siyasi bioqrafiya yazmaq. Çünki siyasi bioqrafiyalar bizdə indiyə qədər ancaq dövlət başçıları üçün, dövlət xadimləri üçün yazılıb. Siyasi proseslərdə iştirak edənlərin içərisində ilk təşəbbüsdür Məhərrəm Zülfüqarı tərəfindən yazılıb. Yəni, mövcud siyasətçilərin içərisində bioqrafiyası yazılan, belə hesab edirəm ki, məndən başlayıbsa, bu təşəbbüsü mən həm alqışlayıram, təkcə özümə aid olan kitab olduğuna görə yox, həm də Azərbaycan tarixi üçün vacib olduğuna görə. Mən belə hesab edirəm ki, bizim gənc nəsil, bundan sonraki nəsil və mövcud olan siyasətçilərimiz də bir-birinin bioqrafiyası ilə yaxından tanış olmalıdır. Həmən bioqrafiyanın itib batmaması üçün və mövcud olan insanlar nə qədər ki sağdırlar, onların fəaliyyətlərin haqqında məlumatların bir yerə toplanması və onların başqalarına çatdırılması olduqca vacib məsələdir. Məhərrəm Zülfüqarı başlayıb və mən ona təşəkkürümü bildirməklə yanaşı, eyni zamanda digər siyasi partiyaların aktivistlərinə də, orada olan tədqiqatçılara da təklifim ondan ibarətdir ki, hər biri öz lideri haqqında, hər biri öz siyasi təşkilatı haqqında bu cür tədqiqat aparsın, bu cür yazıları ictimaiyyətə çatdırsın. Çünki bunlar gələcək nəsillər üçün olduqca vacibdir. Çünki həmən materiallar itib, batıb gedəcək və sonraki nəsil bunların çoxu ilə tanış ola bilməyəcək. Əlbəttə ki, Məhərrəm Zülfüqarının yazdığı kitab tərəfli kitabdır. Yəni, mənim tərəfimdən, mənim haqqımda yazdığı üçün, mənimlə tələbə dostluğu olduğu üçün və bizim partiyanın üzvü olduğu üçün təbii ki, mənim mövqeyimdən yazıb. Ancaq çox yaxşı olardı ki, digərləri də başqa mövqeylərdən də yazsın və ümumi bir fikir əmələ gəlsin Azərbaycanın siyasi tarixi haqqında. Çünki Azərbaycanın siyasi tarixi, Azərbaycanın dövlətçiliyi göydən düşmə bir məsələ deyil. Bunda iştirak edən insanlar olub, bunu həyata keçirən insanlar olub, bunun üçün zəhmət çəkən insanlar olub, həmən hərəkatın başlanğıcı da olub, sonraki davamı da olub və orada iştirak edən hər bir insan, hər dövrün öz lideri olub. Və o insanların həmən liderlərin də yaddan çıxmasına, tarixin keçmiş səhifəsinə qapadılmasına imkan vermək olmaz. Bu baxımdan mən Məhərrəm Zülfüqarıya təşəkkürümü bildirməklə yanaşı, öz partiya yoldaşlarıma da təşəkkür edirəm ki, bugünkü məclisi təşkil ediblər və çox uzatmaq da istəmirəm. Çünki insanların bugün iş günüdür, yeni iş günü başlayıb, işdən sonra çoxları gəlib və ac qadına da çox böyük çıxışları dinləməyə çox haqiqət qalmır. Ona görə də sizə məclisin ikinci hissəsində yaxşı iştah arzulayıram, yaxşı məclisə iştirak etməyə arzulayıram və yenə də deyirəm ki, gəldiyinizə görə təşəkkür, çox sağ olun və məclisimizdə davam edəcək. Çox sağ olun. Etibar bəy, təşəkkür edirik. Təbii ki, tədbirimiz davam edəcək və qeyd olunduğu kimi biz təamların süfrəyə gəlməsini istəyirik. Amma paralel olaraq, təbii ki, hər kəs öz fikirlərini bildirməkdə sərbəstdir. Mən qeyd elədim, bizim növbəti söz verəcəyimiz şəxs bizim hörmətli, dəyərli dostumuz, politoloq Elxan Şahinoğludur. Buyurun, Elxan bəy. Mən də Etibar bəy qədər nitqimi qısa etməyə çalışacağım. Bəzi xatirələrimi bölüşmək istəyirəm. Tələbəlik illəri elə alındı ki, SSR dövrünə düşdü. SSR dövründə Bakı Dövlət Universitetinə qəbul olunduq. Artıq universiteti bitirəndə artıq SSR imperiyada dağılmışdı. Azərbaycan müstəqilliyini qazanmışdı və xalq hərəkatı formalaşmışdı. O zaman maraqlı və gərgin illəri idi. Maraqlı ona görə ki, SSR-in sütunları dağılır, xalq hərəkatı Azərbaycanda formalaşır
və Qarabağda da separatçılıq baş qaldırırdı. Ona görə biz tələbə hərəkatı da formalaşdırırdı. Biz də onun ön sıralarındaydıq. 20 yanvar hadisələrini xatırlayıram. O zamanki artıq Etibar bəy həbsdə idi, Moskvadaydı, Lefortov həbsxanasındaydı. Amma biz tələbə hərəkatı olaraq universitetdə özümüzün diskussiya klubumuz vardı. Hər şənbə fövqəladə vəziyyət olmasına baxmayaraq yığışırdıq, müzakirələr aparırdıq. Amma Etibar Məmmədov da bizim aramızda olmasa da xeyli populyarlaşmışdı tələbələr arasında. Kitabda bir neçə məqam vardı, mənim də diqqətimi çəkdi. O Etibar bəyin sözlərinə istinadən olaraq ki, 20 yanvar olmasaydı 15 yanvar ola bilərdi, 25 yanvar ola bilərdi. Yəni, əslində imperiyanın məqsədi Azərbaycanda xalq hərəkatını boğmaq idi və burada Etibar bəy əslində haqlı idi. Bir neçə məqama da toxunum. Deməli, mən xatırlayıram, Etibar bəyin Mərdəkanda məhkəməsi gedirdi. Biz o zaman tələbə idik və məhkəməyə yer tutmaq üçün səhər tezləndən Mərdəkana gedir. Səhv eləmirəmsə, Etibar bəy bilmirəm təsdiq edər ya yox, mədəniyyət mərkəzində deyəsən, mədəniyyət klubu idi o zaman. Orada mənim diqqətimi o zaman məhkəmə zamanına diqqətimi çəkdi. Vəkillərin çıxışları, çox mahir vəkilləri var idi Etibar bəyin. Bir də hakim. Hiss olunurdu ki, hakimin də Etibar bəyə simpatiyası var idi. Çünki artıq kommunist rejimindən çoxları belə bezmişdi, xalq hərəkatına dəstək var idi və sonra da artıq Etibar bəy də azad olundu. Bir məqama da toxunum, o zamanki dövrlə bağlı. Mən meydanda mitingi gedəndə o zaman xatırlayıram, fikir ixtilafı yaranmışdı xalq hərəkatının liderləri arasında. Etibar bəy mikrofona yaxınlaşdı, əslində o çıxışçıları da tənqid etdi ki, yəni bu mitingdə fikir ixtilafının yeridir. Və sonra mən də bu qənaətə gəldim ki, əslində həqiqətən miting kimi yerlərdə fərqli fikirlərin söylənməsi düzgün deyil. Çünki fərqli fikirlər söylənəndə miting iştirakçıları arasında da ixtilaf yarandı. Ona görə mən o zaman ki, Etibar Məmmədov da ilk partiyasını yarandı, buna ehtiyac var idi. Çünki xalq hərəkatı Sabir bəy də burada çıxış elədi, bütöv bir hərəkat idi. Sağ ideologiyanın daşıyıcıları var idi, sol ideologiyanın belə dinə meyilli siyasətçilər var idi. Ona görə əslində doğru qərar idi Milli İstiqlal Partiyasının yaranması. Bir epizodda xatırlayın, burada deyildi, Məhərrəm bəy dedi, Etibar bəyin Türkiyə və Pakistana səfəri. Yəni, əslində o səfərdə bir neçə deputat da Etibar bəylə bir yerdə getmişlər Türkiyə və Pakistana. O zaman hələ SSR tam dağılmamışdı. Azərbaycan düzdür, müstəqillik aktını qəbul etmişdi. Amma Türkiyədəki görüşlər, Pakistandakı görüşlər əslində Azərbaycanın müstəqil dövlət kimi ilk Türkiyə tanıdı və sonra Pakistan tanıdı və mən hesab edirəm ki, o səfərlərin də mühüm əhəmiyyəti olmuş. Sonda bir məqama da toxunum. Əslində, burada biz müsbət məqamları deyirik, amma əlbəttə ki, yanlışlar da olub, səhvlər də olub. Bunlar da əslində normaldır. İş varsa orada səhvlər də olacaq. Amma bütün hallarda Sabir bəyin, Etibar bəyin, digər xalq hərəkatının üzvlərinin müstəqilliyimizin qazanmasında böyük pay olub. Etibar bəy, mən sizi yubiley münasibətilə bir daha təbrik edirəm. Təşəkkürlər Elxan bəy. Mən indi bizə bir müraciət gəldi, onu diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Dünyası jurnalının təşkilçisi və baş redaktoru, Dədə Qorqud Milli Fondunun rəhbəri, hörmətli Eldar İsmailov Etibar bəyi təbrik etmək istəyir. Buyurun, Eldar bəy. Əziz dostlar, bu günlər biz yığışmışıq. Burada bir tarixi məqamdır və mənə də imkan verdilər. Bu günləri dəvət elədi. Çox sağ olun, minnətdaram. Etibar Məmmədov ilk siyasetçi Müdafiə Şurasıyla başladı. 92-ci ildə yox, 91-ci ildən bu hadisələr başlayanda o vaxtı danışırdılar ki, ermənilər, onların havadarları, o ilk adamdır ki, siyasətdə o vaxtı dedi, havadarlar yox, Rus əskəri, Rus generalları, Rusiya imperiyasıdır. Yəni, imperiyanın birinci mübarizəni aparan Etibar Məmmədov oldu. Ona görə onu yarattığı partiyaya milyonlarla insanlar hörmətlə yanaşırdı və çox hissəsi bu partiyada təmsil olunurdu. Etibar Məmmədov bu günləri 70 yaşı var. Mən belə hesab edirəm ki, onun bu yaşadığı
vaxt hədər keçməyib. O çox Azərbaycan üçün əsas tek Azərbaycan üçün yox, Türk dünyasına onun böyük münasibəti, böyük hörməti. Şəxsən mən o partiyanın üzvü olmuşam. İndi də onun üzvüyəm, sıravi əskər kimi. Yəni, mən hesab edirəm ki, türkçiliyə məni getirən, aparan Etibar Məmmədov oldu. Çox vaxt almayacağım bizim fondun adından, Azərbaycan Dünyası Beynəlxalq Jurnalının adından, Dədə Qorqud Milli Fondunun idarə heyətinin adından, milyondan çox bizim oxucularımızın adından mən Etibar müəllimi təbrik edirəm. İstəyərdim o mükafatı, hansını ki idarə heyəti qərar çıxardıb, bu mükafatı mən ona təqdim edəm. Əziz Etibar müəllim, idarə heyətinin adından, Dədə Qorqud Milli Fondunun adından, bütün dünyada Azərbaycan Dünyası jurnalının oxucularının adından sizə bu mükafatı veriyorum. Sağ ol, çox sağ ol. Dədə Qorqud, ömrümüz uzun olsun. Sağ ol. Siz Türk dünyasının liderlarından biri. Tek Azerbaycan yok. Bütün Türk dünyasının liderlarından birisiniz. Əskerisiniz. Mən kimiz. Çox sağ ol. Sağ olun. Çox sağ ol. Bu da- Təşəkkür ederim. Bu adresdir. Təşəkkür edirəm. Çox sağ olun. Növbəti təbrik üçün söz bizim millət vəkili əslində bu Türk dünyasına qəbul olmuş bir məsələdir. Nə zamansa millət vəkili olubsa, hər zaman elə millət vəkili olaraq da xitab etmək olar. Dəyərli dostumuz həm də Gülər Əhmədovaya verilir. Buyurun Gülər xanım. Möhtərəm xanımlar və cənablar, bugün burada, bu gözəl gündə hamımızı təbrik edirəm. Çünki bizim bütün gəncliyimizin ən gözəl yadda qalan simalarından biri məhz Etibar bəy olub. Və Etibar bəyin Azərbaycanın 90-cı illərinin, 80-ci illərinin, ha belə ondan sonraki 10 illiklərdə gəncliyin, belə demək olarsa, formalaşmasında da böyük bir əməyi var. Siyasətlə bağlı burada kifayət qədər məsələləri söylədilər, amma icazə versəydiniz, mən burada bir psixologiya elmləri namizədə alim kimi onun bir neçə psixoloji xüsusiyyətini sizin nəzərinizə çatdırardım. Lider olmağın bir neçə xüsusiyyəti var və həmin xüsusiyyətləri Etibar bəydə biz zaman-zaman görmüşük və hiss eləmişik və bu danılmaz bir faktdır. Dünya alimləri liderlərin xarakteri xüsusiyyətlərini özünə inamlı olmaqda göstərirlər. Etibar bəy həmişə özünə inamlı olub. İkinci xarakteri xüsusiyyət xarizmatik bir insan olmaqdadır. Bugün siz burada çıxış eləyəndə mən gördüm ki, siz hələ də xarizmamızı itirməmişsiniz. Yenə də bir xarizmatik insan kimi istənilən halda ətrafınıza istədiyiniz insanları, sevdiyiniz insanları yığa bilirsiniz. Digər, üçüncü xarakteri xüsusiyyət özünə inamdır və biz sizin bütün çıxışlarınızda, hətta sizə qarşı ən böyük, belə deyim də, müxalif fikirlər söylənəndə belə özünə inamlı olduğunuzu zaman-zaman görmüşük və əminəm ki, mən düzdür kitabla tanış ola bilməmişəm, amma kitabda yəqin ki, bu məsələlər qeyd olunub. Və ən vacib keyfiyyət bir siyasətçi üçün onun gördüyü işlərin, hadisələrin nəticələrinə görə daşıdığı məsuliyyətdir. Nə xoş ki, sizə ki, Etibar bəy, siz bugün də atdığınız hər bir addıma görə, dediyiniz hər bir sözə görə, etdiyiniz bütün çıxışlara görə hamının qarşısında alın açıqlığıyla bu nəticələri qəbul edə bilirsiniz. Mənim isə özümdən, öz bir alim kimi, bir psixoloq kimi, bir Azərbaycanlı kimi sizinlə bağlı ən vacib bildiyim bir məqamı demək istəyirəm. O da sizin siyasətdə əxlaq nümunəsi olmağınızdır. Siz siyasətdə həmişə əxlaqlı davranmışsınız. Bu çox çətindir. Bunu hamı bilir. Və bugün əgər siyasətdə ismi olan insanların arasında ən əxlaqlılarının siyasını tuta bilsəydik, əlbəttə ki, siz o siyahıda var idiniz. Mən sizi bir daha təbrik eləyirəm
Və inanıram ki, biz sizin 100 illik yubileyinizdə də inşallah iştirak eləyəcəyik. Sizə möhkəm can sağlığı arzulayıram. Sizə kiçik bir hədiyyəm var idi. Bilmirəm, onu gətirib çıxarda bilmədilər. Bizim tanınmış rəssamlarımızdan birinin əsəridir. Onu sizə təqdim eləmək istəyirdim. Etibar bəy, ömrümüz bu gül kimi gözəl olsun. Bizim tanınmış rəssamlarımızdan biridir. Bu, bütün dünyada belə deyək, əsərləri var. Mən istədim ki, sizin də kolleksiyamızda bu rəsm əsəri olsun. Sizi bir daha təbrik edirəm. Təbrik edirəm. İcazə qoy şəklinizi də çək istərəm mən. Etibar bəydən şəklini. Təşəkkür edirəm sizə. Var olun. Estağfurullah. İnşallah üçüncü olunda da gələr. Sağ ol. Sağ ol. Təşəkkürlər Gülər xanım. Bizim bir dostumuz da israrla Etibar bəyə təbrik etmək üçün söz istəyir. Titulları kifayət qədər çoxdur, amma bizim üçün o elə Azərbaycanın qəhrəmanıdır, eyni zamanda Çeçenistanın milli qəhrəmanıdır. Prezident təqaüdçüsü və bizim dostumuz Arif Məhərrəmovu dəvət etmək istəyirəm təbrik üçün. Değerli vatanperver insanlar, istiklalçılar, o məhz Azərbaycanın azadlıq uğrunda mübarizədə herkes bilir. Etibar Məmmədovun mübarizliğini, eğer Etibar Məmmədov olmasaydı, belki de o mübarize bir qədər sönük olardı. Ama mən demişəm və yenə də deyirəm, bax, o qızıl hərflərlə yazılan o kəlmələr bir tarixi məqamları bildirdi. Mən Etibar bəydən istiqlalçılıq mübarizəsinin dərsini almışam. Hətta mən Çeçenistanda olanda Gövhər Dudayevlə görüşəndə bir neçə nəfərin adını çəkdi və dedi ki, mənim Etibar Məmmədova bizim Qafqazın Bors, yəni Qafqazın qurdu canavarı. İstər vətənin qorunmasında, istər xalqın mübarizəsində Etibar Məmmədovun danılmaz haqq mübarizəsinin özünə məxsus dəsti xətti var. Tarixi unutmaq olmaz və həqiqətləri danmaq olmaz. Azərbaycan qorunur və hər zamanda igidlərin hesabından qorunacaq. Mənim Çeçenistan'da, Qafqaz bölgesinde kazandığım o nailiyyətlər Çeçenistan'ın ilk tarixi fəxri vətəndaş olmağım və Çeçenistan'ın millət qəhrəmanı olmağım. Mən meydan hərəkatı müəllimim Əbülfəz Elçibəyə və Etibar Məmmədova borçluyam. Yaşasın Azərbaycan! Var olsun Türk dünyamız, vətənimizi qoruyanlara eşq olsun. Təşəkkür edirəm. Arif bəy, biraz yüngül fasilə eləyək, musiqi fasiləsi olsun. Ondan sonra yenə kimin ürək sözlərinə olacaqsa, təbii ki, dinləmək imkanı verəcəyik. Bayaq qeyd eləmişdim, bizim bugünkü tədbirimizdə bizim qəhrəman qazilərimiz, batalyon komandirlərimiz iştirak edirlər və onların bir nümayəndəsi bizim dostumuz Gəray Əsədova, batalyon komandiri, qazi Gəray Əsədova söz vermək istəyirəm təbrik üçün, buyursun. Çox sağ olun, hörmətli tədbirçi, hamı salamlayıram. Doğrudan da bugün çox gözəl bir gündür. Azərbaycan xalqı zaman-zaman böyük şəxsiyyətlər yetişdirib və o şəxsiyyətlərdən biri bugün 70 yaşını qeyd etdiyimiz gözəl insan və
mən dərdim böyük siyasətçi Etibar Məmmədovdur. Təbrik edirəm. Mən bu məsələlərin siyasi tərəfindən danışmayacağım. Amma bir komandir batalyon olaraq o dövrün müdafiə məsələlərindən bağlı bir iki söz demək istəyirəm. Və təbii ki, 91-ci ilin sonlarında, 92-ci ilin əvvəlində artıq hərbi əməliyyatlara start verilmişdi. Düşmən mütəmadi olaraq bizim demək kəndlərimizə hücum eləyirdi və böyük tələfatlar qarşısında biz qalırdıq. Amma çox təəssüf ki, bizim müdafiəni təşkil etməyə silahımız da çatışmırdı. Heç bir silah-sursat və mühəndis istehkam işləri yox idi, sərhədlər qurulmamışdı. Və bir şey qeyd edelim ki, tək Tərtər istiqamətində 42 kilometr müdafiə rayonu demək olar ki, bir qurtuluş batalyonunun umuduna qalmışdı. Və bir faktı mən sizə deyim. Demək, 92-ci ilin fevral ayında biz artıq bir neçə hərbi hissələrdən Rusların əlindən demək, silahlar almışdıq və eyni zamanda Yevlax ərazisində yerləşən Zemlyavozluq, yəni yer hava raketlərini biz onların əlinə almışdıq. Bir neçə hərbi hissələri biz zaxvat eləmişdik və axırı ki 18-də fevral ayının 18 Uzundərə bazasını biz ələ keçirdik. Demək, Qurtuluş Batalyon komandiri Fuad Rzayev başda olmaqla biz bir qrup demək, döyüşçülər bazanı ələ keçirdik və 19-unda o vaxtki Müdafiə Naziri əvəzi Şahin Musayev başqərgah rəisi Qurtuluş Batalyonun ləğvi ilə bağlı qərar verdi. Və bu məsələni Fuad Rzayev Etibar bəyin nəzərə çatdırdı və Etibar bəy o məsələyə qarşılandan sonra Şahin Musayev öz əmrini geri götürdü, öz əmrini ləğv elədi və yenidən Qurtuluş Batalyonunu demək, batalyon kimi əmrini verdilər. Və bundan sonra Tərtərdə 42 kilometr müdafiə rayonu tam təmin olundu. Döyüşlər başladı. Kəlbəcər, Tərtər demək, Ağdərə yolu açıldı və böyük nailiyyətlər əldə olundu. Və ölkənin müdafiə qüdrətində Etibar bəyin misilsiz əməyi oldu. Və bunu qeyd edeyim ki, və sonraki dönəmlərdə də aparılan hərbi əməliyyatlarda şəxsiyyətin mənəvi psixoloji durumunun yüksəlməsində, döyüş hazırlığında artırılmasında bilavasitə Etibar bəyin də bir rolu olmuşdu. Mən bir şey qeyd edeyim ki, o dövrdə bizim 22-23 yaşımız var idi və mən hələ indi dərk edirəm ki, biz nələr eləmişik. Bizə çatmırdı. Biz elə bilirdik ki, yəni bu işləri biz görürük, elə bu belə olmalıdır. Amma əslində Rusların əlindən o silahları almaq bizim yaşımıza uyğun deyildi. Və Etibar bəy də bizim komirimiz idi. Yəni biz o dövrün, məsələn 92-ci ildə, 90-cı ildə bizim mənim Fuad bəylə demək 22 yaşımız var idi və 92-ci il döyüşlərində 24 yaşımız var idi. Və biz o cür işlər görürdük. Və o dövrün, yəni sonraki siyasi demək dönəmində, siyasi xaos dönəmində də, ondan sonra da və atəşkəs imzalandı. Bundan sonra nəhayət 20-ci il müharibəsində nəzərən çatdırım ki, Azərbaycan işğal altında ərazisi 13.210 kvadrat kilometr idi. Və bizim müstəqilliyimiz, suverenliyimiz tam bərpa olundu. Çox şükür bugünə ki, yəni mən onu qeyd edirəm ki, bugün Allah Teala bizə imkan yaratdı, tam suveren, müstəqil, bütöv bir ərazimizlə bir yerdə biz Etibar bəyin illərlə çalışdığı müstəqillik uğrunda mübarizə apardığı arzuları nəhayət həyata keçdi. Mən bir daha Etibar bəy təbrik edirəm. Diqqətinizi görə sağ olun. İnşallah Etibar bəy 100 yaşını qeyd eləsin və bu dəfə bütöv Azərbaycan olaraq inşallah. Təşəkkür edirik Gələ bəy. Mən bir daha diqqəti yönəltmək istəyirəm. Bizim Etibar bəyi təbrik etmək istəyənlər təbii ki, çoxdular. Hər kəsə söz vermə imkanımız olmadı, təəssüflər olsun ki, amma burada hər kəsin tanıdığı, isminə hörmətlə yanaşdığı 88-ci il meydan hərəkatında önəmli rol oynamış bizim dəyərli Nemət Pənahlı öz ürək sözlərini demək istəyir. Mən Nemət bəyi dəvət edirəm, fikirlərini bölüşsün. Buyurun Nemət bəy.
Əziz yurttaşlarım, qardaşlarım, hörmətli xanımlar və bəylər. Burada iştirak edən hər bir şəxs bu Azərbaycanın müasir Milli Azadlıq Hərəkatının iştirakçıları, şahidləri və tarixi yazanlardır. Azərbaycan müasir Milli Azadlıq Hərəkatını mərhələlərə bölsək, birinci mərhələ Çənlibeldən meydana qədərdir ki, və bunun bir mənalı şəkildə mən şəxsən mübarizə meydanına girəndə özümdən öncə bu hərəkətə belə təməl daşını qoyan Məhəmməd Hatəmi Tantəkini görmüşəm. Və özümə borc bildim ki, bunu xüsusi olaraq vurğulamalıyıq. Çünki biz hər kəsin haqqını özünə verməliyik. Hər kəsin burada, orada, o meydanda dayanan ən sıravi insanın da haqqını danmaq olmaz. Və orada əslində bizim o milli mübarizəmizin qələbə ilə nəticələnməsi o adsız qəhrəmanlara bağlıdır. Milyonlarla orada öldü var, döndü yoxdur deyən və hayqıran insanlarla bağlıdır. Mən niyə bunu özəl olaraq vurğuladım? Və xüsusi olaraq da belə deyərək iradımı bildirmək üçün bu məsələyə toxundum. Çünki biz o milli meydana girəndə, azadlıq meydanına girəndə Şimali Azərbaycan uğrunda mübarizə aparmamışıq. Və Məhəmməd Hatəmi Tantəkin də Güney Azərbaycandan gəlmişdi. Güney Azərbaycandan onların bezqırajdanın derdilər, vətənsiz, yəni vətəni olmayan. Və o mübarizə ölüm-dirim savaşına girəndə o fikirləşmirdi ki, mən Güneydən gəlmişəm. Necə ki, burada çoxları elə bilir ki, bu Milli Azadlıq Hərəkatı Qarabağ hadisələrindən başladı. Bunu hadisələri bilməyən, kənardan müşahidə eləyən, tamaşası üçün gələnlər bilir. Ancaq o Milli Azadlıq Hərəkatı Çənlibeldə qoyuldu təməldaşı və Çənlibelə yığışan hər bir Azərbaycan o vətəndaşı istiqlal uğrunda, vətən uğrunda savaş aparmışdır ki, təkrarən bundan da ən çox başında duran Məhəmməd Hatəmi Tantəkin və İsfəndiyar Coşqun idi ki, hər ikisi Güney Azərbaycandan gəlmişdi. Fuad bəy də bu günlər oturub orada, onların canlı şahididir, yəni Çənlibelçilərdəndir. Sadəcə olaraq Qarabağ hadisələri bunu kütləviləşdirdi. Yəni o milli azadlıq eşqi ilə köklənən insanlara ümumi xalq dayağı verdi, dəstəyi verdi. Qarabağ təcavüzünün başlanması xalqı sanki bütünlükdə qəflət yuxusundan oyatdı, artıq xalq hərəkatına çevrildi, milli azadlıq hərəkatına çevrildi. İndi o sözümün canı var, bu günlərdə Güney Azərbaycan, o Cənab Prezident Ali Başkomandan İlham Əliyev bir fikir söylədi ki, Şuşasız qələbəmiz tam ola bilməzdi. Mən deyirəm, əziz yurttaşlarım, əziz qardaşlarım, əziz istiqlalçılar, Təbrizsiz Azərbaycan ola bilməz, Güneysiz Azərbaycan ola bilməz. Yəni, neçə ki, bizim mübarizəmiz hədəfə çatmayıbdır. Biz Azərbaycanın kiçik bir hissəsini, yəni 70% bizim əhalimiz də güneydədir, bugün İran istismar rejiminin altında inildiyir. Bütün milli haqlarından məhrum olub və çox təəssüflər olsun ki, biz o azadlıq meydanında bir şapalağı Rusa vuranda 5-ini Farsa vururdıq və Təbriz deyə hayqırırdıq. Ancaq təəssüflər olsun ki, Azərbaycan müstəqil olandan sonra sanki elə bir ki, Azərbaycanın güneyi yox idi, elə Azərbaycan Şimali Azərbaycandan ibarətdir. Təbii ki, burada da bu günləri bu məclisi təşkil edən Etibar bəyin də bu milli azadlıq hərəkatında müstəsna xidməti olan şəxsiyyətlərdəndir. Yəni, o önə çıxan, bu şeyin mübarizənin elə ki, son o ikinci mərhələsində ən böyük o aparıcı insanlardan biridir. Ancaq biz bugünkü vəziyyətdə Güneyi unutmuşuq. İndi də mən bir mənalı şəkildə deyirəm, Urumiya hadisələri də, Təbrizdə baş verən bilsə, Urumiya Kürdlərə, Urumiya hadisələri də Güney Azərbaycanın Qarabağı olacaqdır. Və mənim zərrə qədər şübhəm yoxdur ki, Güney də öz istiqlalına qovuşacaqdır. Və Güney Azərbaycanda bu oyanış gedir. Ancaq çox təəssüflər olsun ki, Şimali Azərbaycandan sanki biz bütün qələbələri çalmışıq, bütün milli problemlərimizi həll eləmişik, vəssalam istiqlala qovuşmuşuq, məsələmiz bitib. Ancaq bizim davamız bitməyibdir. Bir millətin istiqlalı bütövlüyünə aiddir. Ona görə sözü uzatmıram, mən
son olaraq bir şeirimlə yekunlaşdırıram fikrimi, bir dənə şeirimlə. Deyir, azadlıq eşqi ilə dərsimi aldım. El dərdinə dərman bilməsəm ölləm. Arazdan otaya mən həsrət qaldım, savalanda çiçək dərməsəm ölləm. Sıldırımlar açdı könül səməndim, dəfələrlə öldüm, ölümdən döndüm. Hünər meydanında divləri yendim, Yusif dəy Misrə dönməsəm ölləm. Kimsəyə ömrümdə boyun əymədim, namərdin qapısını əsla döymədim. Əcdahalar yendim, qəlbə dəymədim, bunların dərsini verməsəm ölləm. Ölsəm də dönmərəm, türk oğlu türkəm, dəmirdən, çəlikdən, poladdan bərkəm, mərdlərə örnəyəm, namərdə görkəm, məzlumun göz yaşını silməsəm ölləm. Qəddar zülümkarla dünya doludur, yolun bozqurtların xilas yoludur, qollarım bükülməz, haqqın qoludur, Fəhrat tək dağları dəlməsəm ölləm. Zalıma qəniməm, məzluma dayaq, azadlıq türküsün hər yana yayaq, türkük, Turan üçün gəlin baş qoyaq, elin harayına yetməsəm ölləm. Yayılsın dünyaya türkün haqq səsi, azadlıq aşiqin var öz nəğməsi, sonsuz tükənməzdi eşqi, həvəsi, mən eşq dəlisiyəm, sevməsəm ölləm. İllərlə meydanda məğrur dayandım, azadlıq uğrunda qana boyandım, öldü var, döndü yox, müqəddəs andım, Təbrizdə meydana girməsəm ölləm. Azadlıq hər şeydir, imandır, dindir, meydan hər meydanı, söz millətindir, nemət, qalx ayağa dövran sənindir, bütöv Azərbaycan görməsəm ölləm, bütöv Azərbaycan görməsəm ölləm. Təbrizdə görüşənə qədər, Təbriz yaddan çıxmamalıdır. Azərbaycan o zaman biz rahat olacaq ki, Azərbaycan bütövləşəcək, vahid bir bayraq altında bir millət kimi toplaşacaq. Onda bizim davamız başa çatmış olacaq. Yoxsa o didərgin şəhid ruhları heç vaxt bizi bağışlamayacaq, bu davanı yarımçıq qoysaq. Sağ olun, təşəkkür edirəm. Mən 2 dəqiqəlik də diqqətinizi cəlb eləmək istəyirəm. Etibar bəy haqqında bilirsiniz, çox sözlər deyilib və bir çox şairlər, Bəxtiyar Vahabzadə rəhmətlik başda olmaqla Etibar bəy haqqında şeirlər yazıblar və o müəlliflərdən biri bugün canlı olaraq bugünkü tədbirdə iştirak edir və Etibar bəy haqqında yazdığı şeiri özü diqqətinizə çatdırmaq istəyir. Buyurun, Təvəkkül bəy. Təvəkkül Cəmilli. Təşəkkür edirəm. Axşamınız xeyirli olsun. Bu möhtəbər məclisdə mənə söz verdiyinizə görə təşəkkür edirəm. Etibar bəy, yaşın 70 oldu, yaşın mübarək. Sönməyən atəş ol, qor ol Etibar. Gözlərim önündə hava ilə su tək, görüm səni daim var ol Etibar. Etibara yazdığım Etibar bəyə, Etibara bir şeiri sizin nəzərinizə bugün çatdırmaq istəyirəm. İcazənizlə. Ucadır haqqın yanında, yanılmaz öz gümanında, kişilərin meydanında həqiqətdir Etibar bəy. Hər yaxşılıq həvəsində, qətiyyət var ər səsində, insanlığın zirvəsində ləyaqətdir Etibar bəy, ləyaqətdir Etibar bəy. Yaddır şərə, düzdür düzə, məhəl qoymaz yalan sözə, hər nöqsanı vurmaz üzə, mərhəmətdir Etibar bəy. Arxa çevirməz namərdə, qaranlığa çəkər pərdə, sadaqətli ürəklərdə hərarətdir Etibar bəy. İrqarlıdır sözünə də, bir dünyadır dözümə də, təbiətin özünə də tərəvətdir Etibar bəy. Mərddir mərdlər arasında, min şəfə var çarasında, ər kişilər arasında dəyanətdir Etibar bəy. Qədir qiymət ölçüsündə, düz yalanın güc gələndə, haqqa nahaq seçiləndə ədalətdir Etibar bəy. Bir sərrafdır zəri seçən, köfsər sudan sərbəst içən, bərk ayaqda oddan keçən cəsarətdir Etibar bəy. Etibar bəyə bir alqışlayaq. O vaxtlar mən bir söz deyim, bunu hamımızı. Biz evimizdə deyə bilmədiyimiz sözləri Etibar bəy turbinadan deyirdi. Eşq olsun Etibar bəyə, alqışlayaq Etibar bəyə. Sağ olun. Təşəkkürlər.
Təvəkkül bəy. Həyəcandan olur. Təşəkkür.